Sizcə tanınırlıq nə qədər təsir edir satışa? Çox hədsiz dərəcədə. Bugünün dünyasında təəssüf ki, birinci keyfiyyətdən daha çox simaya baxırlar, tanınırlığa baxırlar. Atalarımızın bir məsələ var, məclisə girəndə zahiri görünüşündən, çıxanda daxili görünüşündən. Bugün o zahiri görünüş əmsalı fantastik dərəcədə böyüyür. Şəxsi brendinqi olmayan həkim belə pasiyent qəbul edə bilmir. Şəxsi brendinqi olmayan idman müəllimi tələbə tapa bilmir. Şəxsi brendinqi olmayan təlimçi tələbə tapa bilmir. Şəxsi brendinqi olmayan iş tapa bilmir. O həddə gəlib çatıb. Mütəxəssis heyətlər üçün deyirəm, amma daha yuxarı pozisiyalar üçün. Şəxsi brendinqi olmayan adamı podkasta çağırmırlar. Şəxsi brendinqi olmayan adamı tədbirə dəvət etmirlər. Yəni görünməz bir adam olursan da lazımdırmı hamıya? Yox. Amma olsa daha yaxşı olarmı? Əlbəttə olmalıdır. Amma şəxsi brendinqində dozu var da. Yəni bugün bir universitet tələbəsinin dayanmadan şəxsi brendinqdən danışmağı məncə çox da professional görsənmir. Məncə bu günləri bir tələbənin 21-22 yaşında kiçik bir mütəxəssisin şəxsi brendinqə ayırdığı zamanı inkişafına ayırmalıdır. Çünki şəxsi brendinqə vaxt ayırmaq kifayət qədər böyük enerji və resurs tələb edir. Amma sən bunu inkişafa xərcləməlisən. Ki sonra o təcrübəni bölüşə biləsən. İndi bölüşməyə heç nə yoxdur. Sən brendinq eləyəndən. Bilsən necədir? Bunu təzəcə bir tələbəmə çəkmişdim. 21-22 yaşında çox sürətlə öyrənib, sürətlə reaksiya verə bilirik. Öyrəndiyimiz bir dənə, iki dənə məlumatı şəxsi brendinq hesabına tanıdıb ondan pul qazana bilirik. Amma bir-iki dənə bilik bir müddətdən sonra mahiyyətsizləşir. 25-26 yaşına çatandan sonra ayılırsan ki, sən inkişaf eləməmisən, müəyyən şeyləri öyrənməmisən də, sən bir-iki dənə şeyin üstündə pul qazanmısan. Ayılırsan ki, heç nəyin qalmıyor, pul da qazana bilmirsən. Pul əyrisi həmişə yuxarı getmir, gücə düşüşdədir. Pul da qazana bilmirsən, yeni bir şey də öyrənməmisən. Sən bir də təzədən nə edirsən? Hər şeyi dayandırıb, təzədən bir də öyrənmə perioduna girirsən. Bunun əvəzinə daha stabil templə artsan daha yaxşı olar.